Gод, goda, let. Fərqləri nədədir? Əgər siz 1 yaşdan danışırsınızsa və ya istifadə etdiyiniz yaşın sonu 1 ilə bitirsə, bu zaman gод sözündən istifadə olunur. Məsələn, Мне 21 god. Mənim 21 yaşım var. Моей дочке god və yaxud godik. Mənim qızımın 1 yaşı var. Əgər yaş 2, 3, 4 yaşdan danışırsınızsa və yaxud istifadə etdiyiniz, dediyiniz yaşın sonu 2, 3, 4 ilə bitirsə, bu zaman goda sözündən istifadə edəcəksiniz. Yey 2 goda. Onun 2 yaşı var. Ему 23 goda. Onun, yəni hər hansı bir oğlanın 23 yaşı var. Əgər yaş 5-dən sonra başlayırsa və yaxud həmən yaşın sonu 5-dən 9-a kimidirsə, 0 ilə bitirsə və istisna olaraq 11-dən 20-yə kimi yaşlarda let sözündən istifadə edir. Моей маме 30 лет. Mənim anamın 30 yaşı var. Моей сестре 7 лет. Mənim bacımın 7 yaşı var. Моему брату 17 лет. Mənim qardaşımın 17 yaşı var.